Ağstafada Gəncə Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqatının aktual problemləri adlı beynəlxalq elmi praktiki konferans davam edir. Tədbirin ikinci günündə Son Tunc erkən dəmir dövrünə aid edilən Ağalıq Təpə yaşayış məskəninə tur təşkil edilib. Azərbaycan və Almaniyalı ekspedisiyanın birgə apardığı qazıntı işləri ilə tanışlıq olub. Tədqiqat sahələrinin turizm marşrutlarına inteqrasiyasının əhəmiyyətindən bəhs edilib. Qazıntılar zamanı əldə olunan tapıntıların qorunmasının və elmi dövriyyəyə daxil edilməsinin vacibliyi qeyd olunub. Ağalıq Təpə yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində xeyli zəngin maddi mədəniyyət nümunələri, artefaktlar əldə edilmişdir. Bunlar həmin dövrdə insanların yaşadığı evlərin qalıqları, tikili qalıqlarından, təsərrüfat təyinatlı tikililərdən, təsərrüfat küplərindən və eyni zamanda təsərrüfat quyularından ibarətdir. Bizə onu deməyə əsas verir ki, bu ərazidə əhali məskunlaşması çox sıx olmuşdur. Bu aparılan arxeoloji qazıntılar əslində çox önəmli bir dövrə aid bir abidədə aparılır. Bu beynəlxalq ekspedisiya xüsusilə də Xocalı Gədəbəy mədəniyyətinin son belə deyək final mərhələsi hələ ki burada izlənilir. Doğrudan da möhtəşəm nəticələr var.